Naxçıvanda müasir infrastrukturların yaradılması, yeni yaşayış binalarının inşası və sosial və iqtisadi layihələrin həyata keçirilməsi prioritet məsələlərdən biri kimi diqqətə saxlanılır. Ölkə başçısının müvafiq sərəncamı ilə qəbul edilən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci il üçün dövlət proqramı da bu sayədə görülən işlərin davamlılığını təmin edir. Dövlət proqramında əhalinin mənzil alışına əlçatanlığının təmin olunması mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib. Məqsədi Naxçıvan Muxtar Respublikasında yaşam standartlarını daha da yüksəltmək, müasir infrastruktur yaradaraq vətəndaşların sosial rifahını artırmaqdır. Hazırda Naxçıvan şəhərində yeni yaşayış komplekslərinin tikintisi davam etdirilir. Naxçıvan Rezidens yaşayış kompleksi 5 kvartaldan 34 blokdan ibarət olacaq. Təsdiq edilən layihə çərçivəsində 1, 2, 3 və 4 otaqdan ibarət 5-12 mərtəbəli binalarda 1100 mənzil inşa ediləcək. Kompleksimizin birinci mərtəbəsi qeyri-yaşayış sahəsidir. Böyük supermarketlər olacaq, apteklər, kafelər, restoranlar, fitness klublar olacaq. Ondan da əlavə ümumi kompleksdə parklar salınacaq, uşaq meydançaları nəzərdə tutulub, hansı ki, sakinlər əyləşib öz evladlarını seyr edə bilərlər. Bir də onu qeyd etmək istəyirəm ki, ümumi kompleksdə böyük bir uşaq bağçası tikiləcək. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci il üçün dövlət proqramı əsasında Naxçıvan şəhərində quruculuq işləri aparılan böyük layihələrdən biri də Yaşıl Ada Evləri yaşayış kompleksidir. Kompleks Naxçıvan şəhər Əziz Əliyev küçəsində yerləşən 3,7 hektar ərazisini əhatə edir. Burada 5 yaşayış binası və 1 qeyri-yaşayış binası inşa olunur. Hər biri 9 blokdan ibarət olacaq 10 mərtəbəli yaşayış binalarında ümumilikdə 500-dən çox mənzil yerləşəcək. Həmçinin kompleksin ərazisində yeraltı avtodayanacaqlar, ticarət və digər məqsədlər üçün obyektlər, yaşıllıq sahələri, uşaqlar və böyüklər üçün istirahət güşələri və parklar yaradılacaq. Xosrov İbrahimov, Tərlan İbrahimova, NTV Xəbər.